Yaxın Şərq üzrə siyasi analitik Rauf Rəcəbov bizimlə birbaşa bağlantıdadır. Şərqşünas Rauf Rəcəbovla məhz son prosesləri müzakirə edirik. Axşamınız xeyir olsun Rauf müəllim. Əleyküm salam Ercan bəy. Rauf müəllim, əslində Donald Trump'ın açıqlamaları gəldi. Elə bir neçə dəqiqə bundan əvvəl mən səsləndirdim. Yəqin ki, eşitdiniz o açıqlamaları. Donald Trump bildirir ki, artıq İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb. Təbii ki, İran tərəfindən bir rəsmi açıqlama yoxdur. Həmçinin Donald Trump onu da qeyd edir ki, qarşıdakı 1-2 gün ərzində yekun razılaşma ola bilər və Hörmüz istiqamətində də artıq İranın Xarici İşlər Naziri bildirib ki, mühüm qərar qəbul edilib və Hörmüz boğazından bütün kommersiya gəmilərinin keçidi tam açıq elan edilib. Necə düşünürsünüz? Həqiqətən də Hörmüz ətrafındakı o gərginlik sona çatırmı? Əminəm ki, bəli. İş orasındadır ki, siz dadığınız faktorlar hamısı qüvvədədir və hamısı reallaşdırma üzrədir. Digər tərəfdən bölgə dövlətləri ilk öncə Səudi Ərəbistan, Türkiyə, Misir, Pakistan, bugün də yenə də Antalya'da, Türkiye'də forum çərçivəsində görüş keçiriblər və yenə də həmin bu müzakirələr gedib. Yəni demək olar ki, ABŞ və onun tərəfdarı İsrail, İran və onun tərəfdarı Hizbullah arasında sövdələşmələr gedir. Əsas oyunçular həmin meydanda ABŞ və İrandır. Və çox müsbət haldır ki, həm İsrail, həm Hizbullah hərəkatı onların üzərində düşən öhdəlikləri qəbul faktiki eləyiblər. Baxmayaraq ki, çox çətin idi. Həm İsrail üçün, həm Hizbullah hərəkatı üçün. Və bölgə dövlətlər arasında konsensus var. Bu münaqişə, müharibə, hansı ki, dünyanı, belə deyək, iqtisadiyyatını əhatə elədi və az qala müxtəlif dövlətləri cəlb edə bilərdi həmin bu münaqişəyə, hamını qane edən bir sazişdir. Amma mən düşünmürəm ki, bu saziş yekun saziş kimi imzalansın yaxın günlərdə. Bu müvəqqəti memorandum imzalanacaq və 60 gün ərzində artıq belə bir məlumat var. 60 gün ərzində yenidən mükəmməl bir saziş üzərində işlər gedəcək və nəhayət mükəmməl saziş imzalanacaq. Nə o mükəmməl sazişdə Rauf müəllim, siz nəyi proqnozlaşdırırsınız? Həqiqətən də Donald Trump'ın dediyi kimi İran razılaşacaqmı bütün şərtlərlə, xüsusilə uranın zənginləşdirilməsi məsələsindən imtina eləyəcəkmi? İran İslam Respublikasının iqtisadiyyatı demək olar ki, çöküb. İflic vəziyyətindədir. Baxmayaraq ki, danışıqlar gedir, amma onu da biz qeyd etməliyik ki, maliyyə sisteminə qarşı İranın, bank sisteminə qarşı İranın bugündən yeni sanksiyalar tətbiq olunub. Həmin belə sanksiyalardır ki, demək olar ki, İran İslam Respublikası satılan neftin pulunu ala bilməyəcək. Ta bugündən. Ona görə baxmayaraq ki, İran hansısa yollarla öz neftini satmağa qadirdir. Amma bugündən onun pulu ala bilməyəcək. Bununla bağlı, yəni onu da qeyd etməliyik ki, 100 milyarddan çox İranın vəsaiti var müxtəlif dövlətlərdə. ABŞ-da misal üçün 2 milyarddan çox vəsait var. Cəmi cümlə 2 milyarddan biraz çoxdur. Yəni bəli, bəziləri deyir ki, ABŞ İrana 20 milyard pul verəcək, yəni İranın pulları və s. Amma İranın pulu ABŞ-da cəmi 2 milyarddır. Deməli, yəni İranın üçün bugün iqtisadiyyatına, bərpa işlərinə çox, belə deyək, müxtəlif rəqəmlər səslənib, amma 250 milyard artıq səslənib, hansı ki, zərər çəkib İran. Vəsait tələb olunur. Dövlət yaşamalıdır, əhali yaşamalıdır. İşə, maaş və s. sosial
digər məsələlər. Ona görə İranın vəziyyəti çox ağırdır. Nüvə ilə, yəni zənginləşdirilmiş nüvə ilə İranın iqtisadiyyatına, yəni iqtisadiyyatını xilas etmək mümkündür. Hamı bunu başa düşür. İran da, ona görə bu günləri İranın rəsmi məmurlar tərəfindən həmin bu məlumatlar, yəni ABŞ-dan Trump'ın məlumatları təqzib olunmadı. Heç bir kəs, o cümlədən Abbas Araqçı da təqzib etmədi, Bəli. inkar etmədi. Rauf müəllim, bəs ümumiyyətlə Donald Trump qeyd edir ki, növbəti günlərdə keçiriləcək görüşdə həmçinin hər şey kifayət qədər tez irəliləyəcək və Amerika Birləşmiş Ştatlarının prezidenti sanki artıq hər bir razılaşmanın əldə olunduğuna da burada eyham vurur və xüsusilə siz iqtisadiyyat məsələsinə toxunursunuz və təbii ki, bir ölkə üçün ən vacib olan bir məsələ maliyyə məsələsidir, iqtisadiyyat məsələsidir və siz necə düşünürsünüz? Əgər Amerika Birləşmiş Ştatları və İran razılaşsa bütün məsələlərdə, həm də yeni əməkdaşlıq ortaya çıxa bilərmi ABŞ və İran arasında? Çünki Donald Trump həm də vurğuladı ki, Hürmüz boğazı ətrafında, Hürmüz Körfəz dənizində minalar məsələsində Amerika İranla əməkdaşlıq eləyir, minaların tapılması məsələsində. Yəni müştərək işləyirlər. Yəni həm də bu bir mesaj ola bilərmi, siqnal ola bilərmi ki, bundan sonra da əməkdaşlıq etsinlər hər iki ölkə? Yəni diplomatik təmaslar daha da intensiv hal ala bilərmi? Yəni müharibədən sonra biz belə bir sürprizlə qarşılaşa bilərikmi? Zənnimcə bəli, Ercan bəy, mən mövqedəyəm ki, bu qaçılmaz bir addımdır. Rəsmi Tehran son illər ərzində xüsusən Məcid Pezeşkiyan hakimiyyətə gələndə Məhəmməd Cavad Zərif onun vitse-prezidenti təyin olunmuşdur və hamı bilir ki, Zərif belə deyək də qərb yönlü bir siyasətçidir. Bəli. İslahatçılar qanadının nümayəndəsidir. Və yaxınlaşma demək olar ki, islahatçı qanadının güclənməsinə aparan bir yoldur. Sözsüz ki, İranın sərvətləri çox zəngindir. Bəli. Böyük sərvətləri malikdir. Amma texnologiyalar yoxdur. Və heç bir dövlət həmin bu texnologiyaları İrana verə bilmir. İlk öncə Rusiya. Rusiya nə verə bilər İrana? Silahdan başqa. O silahı da belə deyək, son zamanda ötürmür çünki Ukraynada, Ukrayna müharibəsində Rusiyanın özü üçün həmin bu silahlar çox tələb olunur. Bəli. Çin. Amma Çin də verə bilmir. Baxmayaraq ki, Çinlə İran arasında 450 milyardlıq sazişi imzalanıb. Amma bugünə kimi Çin o dərəcədə həmin bu pulları yatızdırmır. O bir tərəfdən. Kim yatızdırır? Yəni dünənə, yəni fevral 28-nə kimi. Yalnız Hindistan Çarbahar limanına, hansı ki sanksiyalardan azad edilmişdi ABŞ tərəfindən. Çünki Hindistan ABŞ-ın müttəfiqidir. Ona görə mən əminəm ki, İranla ABŞ arasında saziş yəni iqtisadi istiqamətdə bağlana bilər. Məhz onun üçün bugün Trump dedi ki, Avropalılara və NATO ölkələrinə uzaq durun. Hörmüz boğazından, Fars körfəzindən, Oman körfəzindən uzaq durun. Əgər neft almaq istəyirsiniz, gəlin götürün, aparın. Amma digər məsələlərdən uzaq durun. Baxın, Rauf müəllim, çox yaxşı bir yerə gəldiniz. Təbii ki, bax, bütün bu məsələlərin fonunda həm də bir də Amerika Birləşmiş Ştatları və İsrail üçün həllini tapan, amma əslində həllini hələ tapmadığımız bir məsələ də var. Livan məsələsi var. Yəni demək olar ki, açar məsələdir Livan məsələsidir. Livanın cənubunda məhz indi də əməliyyatların başa çatdığı bildirilsə də, amma İsrail hələ də geri çəkilmək istəmir və xüsusilə Hizbullah məsələsi orada açıq kart olaraq qalır. Nə düşünürsünüz ümumiyyətlə? Uzun müddətli razılaşma var ortada, amma qeyri-müəyyən bir razılaşmadır. Yəni bu məsələnin təsiri necədir indiki danışıqlara, situasiyaya? Bundan bağlı nə olacaq? Yəni həqiqətən də İsrail, çünki Donald Trump bildirdi ki, İsrail dayanmalıdır, amma İsrail isə Livanda hələ ki dayanmır. Bununla gedişat necə olacaq? Mən razıyam sizinlə, Ercan bəy. İş arasındadır ki, İsrailin nömrə bir hədəfi Hizbullah hərəkatını tərk silah etməkdir. Bəli. Amma İsrailin hədəfi
yeni bir vətəndaş müharibəsi, yəni Livanda baş verməsi deyil. Bunu heç bir kəs istəmir. Nə Suriya, nə İordaniya, nə Misir, nə Səudi Ərəbistan, nə Türkiyə, nə Yordan, nə ABŞ-ın özü, nə Avropa və s. Ona görə yəni həmin bu məqam məsələdən İsrail ABŞ-ın müttəfiqidir. Və sözsüz ki, ABŞ-ın sözünə baxmalıdır və baxacaq. Çünki bugün Donald Trump'ın çox vacib bir cümləsi də səsləndi. O dedi ki, İsrail üçün tamam, kifayətdir, yetər. Yəni vurmaq olmaz da. Amma İsrailin Müdafiə Naziri Katz isə bildirir ki, Hizbullahla müharibə bitməyib. Yəni İsrail üçün əslində fərqi yoxdur. Livanda olsun, başqa bir ölkədə olsun. Hizbullah desə mən müharibə aparacağam. Sözsüz. Amma burada İsrailin mövqelərini gücləndirən bir amil var. 1701 nömrəli qətnamə Təhlükəsizlik Şurasının BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 20 il bundan öncə qəbul edilmiş bir qətnamədir. Ona görə yəni belə çıxır ki, mən zənnimcə həm İsrail, həm ABŞ, həm bölgə dövlətləri, Avropa dövləti, digər dövlətlər mənim fikrimcə təzyiq göstərəcəklər ki, Livan hökuməti həmin bu yəni təhlükəsizlik məsələsini öz üzərinə götürməlidir. Livanda yalnız və yalnız Livan ordusu silah gəzdirə bilər, silahlanmış vəziyyətdə fəaliyyət göstərə bilər. Hərəkatın, o cümlədən digər xristiyanların da və onların bugün hərbi qruplaşmaları yoxdur. Halbuki var idi. 83-cü ilə qədər 76-cı ildən 83-cü ilə yəni qədər vətəndaş müharibəsi gedirdi Livanda. Xristiyanların da, müsəlmanların da, o cümlədən şiələrin Amal və Hizbullah hərəkatlarının silahlı qoşunları və orduları var. Ona görə bu günləri yalnız qalıbdır şiə qruplaşmanın, Hizbullahın bir tərəfdən onların partiyası parlamentdə təmsil olunub, digər tərəfdən onların qeyri-rəsmi ordusu var. Ona görə bu məsələdə zənnimcə Suriyə belə deyək, Əhməd Şara'nın rolu ola bilər. Necə? Elə bugün Antalya Diplomatiya Forumunda da iştirak edir Əhməd Əl-Şara yeri gəlmişkən. Tamamilə haqlısınız. İş orasındadır ki, bəzi fikirlər var idi ki, Əhməd Əl-Şara həmin bu qarşı durmaya cəlb olunacaq, yəni İsrail Hizbullah arasında. Amma Əhməd Əl-Şara buna getmədi və düzgün də hərəkət atdı. Addım attı. Çünki o yalnız və yalnız yəni Suriya vətəndaş müharibəsi baş verməmək üçün Livanda o addımı ata bilər və atmalıdır. Çünki Livan dövlətinə təhlükə yaranmalıdır. Yaransa belə hipotetik yaxud real, yəni təbii ki, Suriya bu işdə kənarda dura bilməz. Çünki bu problem həm Suriyanı da cəlb edə biləcək həmin bu müharibəyə. Yəni Hizbullah hərəkatı artıq dövlətə qarşı gedib. Dövləti Livanı müharibəyə cəlb edib. Bu Livanın müharibəsi deyil İsraillə. İsrail arasında müharibə getmir Livan ordusu arasında. Hizbullah meselesi. Bəli. Ona görə Hizbullah təklənib. Çünki onlara bugün nə maliyyə yardım edə bilir İran? Bu yardım kəsilibdir. Onların maliyyə institutları, yəni Livanın daxilində məhv edilib. Onlara, yəni Hizbullah hərəkatına silah götürə bilmir İran. İraqdan Suriyə və Livana, yaxud dəniz yolu ilə. Bütün bu məsələ, yəni yollar bağlıdır və məhv edilibdir. Ona görə bu günləri Hizbullah hərəkatı getməlidir. Hansı addım atmalıdır? Partiya şəklində fəaliyyət göstərməlidir. Rauf müəllim, çox təşəkkür edirəm. Vaxtımız çox qısadır, ona görə sizinlə sağollaşacağıq. Amma minnətdarıq sizə təfərrüatlı, detallı izahınız üçün. Sağ olun. Buyurun.
Sağ olun. Bəli, qeyd edelim ki, Yaxın Şərq üzrə siyasi ekspert, şərqşünas Rauf Rəcəbovla biz Donald Trumpın son açıqlamaları və həmçinin İranın Xarici İşlər Nazirinin Hörmüz boğazının artıq açıldığı bəyanatını müzakirə etdik və Livan Hizbullah məsələsi ilə bağlı da müzakirələrimizi davam etdirdik.